Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə oğlu 8 yaşına çatanda onu mollaxanaya qoymuşdu. Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən döyülmüşdü. Evdə ata və anası mənasını və mahiyyətini başa salmadan 8 yaşlı oğullarını oruç tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı 3 misralıq ilk şeirində bu acı həqiqət çox təsirli ifadə olunur. Tutdum orucu Ramazanda, qaldı 2 gözüm qazanda, mollam da döyür yazı yazanda. Sabir 12 yaşına qədər dini düzgün anlamayan və təbliğ etməyən mövhumatçıların yanında oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı. Lakin 1-2 il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxıb Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər və alim yazıçılarla görüşüb tanış olur. İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Bülnürnisə adlı qızla evlənir. 15 il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdi. Belə böyük bir ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu. 1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını bərbad hala salmışdır. Yanğın nəticəsində şəhərdə yüzlərlə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz, eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi. Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban, ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdı. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. 19-cu əsrin sonu, 20-ci əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onun mənəvi cəhətdən böyük köməyi dəymişdi. Nəhayət 20-ci əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə Şərqi Rus qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o Həyat qəzetində şeir çap etdirir. 1906-cı ildə Molla Nəsrəddin jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb, onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zaman Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox
Yırtıcılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil din xadimləri Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçlar küçədə yolunu kəsib ağır sözlər deyirdilər. 1908-ci ilin sentyabr ayında Sabir çoxdan arzuladığı Ümid məktəbini açmağa müvafiq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vasitələrdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumatlar verilir. Quran və şəriət dərsləri tədris edilirdi. 1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zəmbur jurnalının redaksiyasında çalışır. Sonra Balaxandakı Nicat məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq onların asdıqları Nur kitabxanasının fəal üzvü olur. O, ilin yazından Sabir Bakıda çıxan Günəş və Həqiqət qəzetlərinin redaksiyasında işləyir. Günəş qəzeti hər həftənin cümə günü Palanduz sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə nizədar və çuvalduz imzaları ilə müntəzəm sürətdə ifşası əsərlər çap etdirir. Aylarla ehtiyac içində işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o müalicə üçün Tiflisə gedib dostu Cəlil Məmmədquluzadənin evində yatır. Molla Nəsrəddin əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq Sabir yenə şeir yazmağı davam edir. Yeni taziyanələr üzərində işləyir. Molla Nəsrəddin jurnalının redaksiyası işlərinə yaxından kömək edir. Lakin xəstə buna razı olmur. O Şamaxıya qayıdır. Axır günlərində birində şair deyir: İstərəm ölməyi mən leyq qaçar məndən əzəl, gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm. Molla Nəsrəddin jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərində onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq Molla Nəsrəddinin ünvanına iyanə göndərirlər. Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyyə əməliyyatına razı olub iyunun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyyənin də heç bir fayda verməyəcəyini söyləyərək ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. 1911-ci ilin iyulun 12-sində həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda 7 Günbəz qəbristanlığında dəfn olunur. Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra 1912-ci ildə arvadı Bilnurnisə xanım, dostları Abbas Səhəd və Mahmud Bəyovun səyi ilə onun şeirləri Hop-Hopnamə adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. 2 il sonra xalqın iyanəsi Hop-Hopnamənin ikinci, daha mükəmməl nəşri buraxıldı.